Azər TV-də bu saat hal-hazırda canlı yayıma çıxacağıq. İzləyin. Ötürük sizləri. Əməkdar artist Mətanət İskəndərlinin müğənni bacısı Sədaqət İskəndərlinin evi qarət olunub. Bu barədə müğənni Mətanət İskəndərli Xəzər axşamı verilişində bildirib. O, bu səbəbdən bacısının proqrama gələ bilmədiyini qeyd edib. Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16.000 manat pulu uğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi. Bugün mərhum sənətçi, xalq artisti, Azərbaycan Kinematografiyaçılar İttifaqının sədri Rasim Balayevin 40 mərasimi keçirilir. Mərasim Heydər məscidində baş tutub. Qeyd edək ki, Rasim Balayev martın 29-da 78 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib. Mərhum sənətkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.